Onda belə başa düşürəm ki, mələklər bizim bütün arzularımızı həyata keçirdə bilməz. Yox, dediyim kimi ilahi planlama var və onlar artıq bizim həyatımızda nə olacaq və biz düşüncəmizi dəyişdikdə hansı həyata sahib olacaq və yaxud da dəyişməsə hansı həyata sahib olacaq bilirlər. Onların hər şey haqqında məlumatı var. Və ona uyğun olar bizə kömək göstərirlər. Yenə deyirəm, siz onlara deyə bilərsiniz ki, məsəl üçün mən missiyamı tapa bilmirəm. İnsan var da deyir, mən missiyamı tapa bilmirəm. Mən bu dünyaya nə üçün gəlmişəm? Mən niyə bu əziyyətləri çəkməliyəm? Onlara sual versən ki, məsələn, mənə kömək eləyin də mənim missiyamı tapım. Mənə kömək eləyin, əşya itib. Əşyanız itib, kaşlyokunuz itib, açar itib, tapa bilmirsən. Mələklərə müraciət edirsən, onlar sənə fikrini ora yönəldirlər. Onlar insan kimi bizlə ünsiyyət qurmurlar da. Yəni onlar bizlə telepatik olaraq ünsiyyət qururlar. Bizim beynimizə mesaj gəlir. Mələklərin verdiyi cavab mənim ruhumun cavabından daha üstündür. Çox maraqlıdır. Amma fiziki bədənimin cavabından daha aşağı frekansdadır. Bax indi danışırıq ha. Bu cavab deyil. Mələklərin cavabı birinci mənim ağlıma gələn cavab mələklərin cavabıdır. Əgər mən Düşüncə kimi onlardan gəlir onda. yardım istəyirəmsə, məsəl üçün hər hansı bir iş görmək istəyirsənsə, onlarda məsləhət ala bilərsən. Bu işi görməyim mənə faydalı olacaqmı, olmayacaqmı? Birinci gələn cavab onların cavabı olacaq və sən onu hiss eləyəcəksən. Yenə deyirəm, bunun üçün bura anaxata, ürək çakra açıq olmalıdır ki, yaşıl kanal, ki sən onlarla o kontaktı artıq qura biləsən. Bir növ belə sanki Allahın işinə qarışırmış kimi çıxmasmı onların cavabı vermələri? Amma bu çox maraqlı sualdır. Yəni həqiqətən də ki, biz bəzən sual verirlər ki, biz Allaha dua eləyirik, mələklərə dua eləmək fasa. Yox. Biz mələklərə dua eləmirik. Yəni biz onlardan kömək istəyirik. Biz Allaha dua eləyirik. O bizə vasitəçi kimi mələkləri göndərir. Bax məsələn, həkimin yanına gedirsiniz, qarşınıza assistent çıxır da, düzdürmü? Həkim özü sırazı çıxmır. Assistent çıxır, sənə deyir ki, sizin probleminiz nədir? Mən gedim həkimə çatdırım bunu. Həkim baxsın, ona uyğun sizə müalicə yazsın. Eyni şeydir. Onda belə çıxır ki, biz qəlbimizdə Allahı hiss eləyəndə Allahı hiss eləyirik, yoxsa mələyi? Bunlar hamısı eyni frekansdır. Yəni Allah mələkləri insanlara xidmət üçün yaradıb. Və onun vasitəsilə ki, biz əziyyət çəkməyək, biz qabağa gedək, biz problemləri tez bir zamanda həll eləyək. Yəni bizə 2 köməkçi göndərib. Mən evimdə əşya itirsə və yaxud da hər hansı bir tipik sualım varsa və yaxud da özümü narahat hiss eləyirəmsə, yəni oturub saatlarla dua eləməkdənsə ki, yəni hardadır bu şey, nə üçün? Bunun üçün daha qlobal bir vəziyyətlər lazımdır. Düzdürmü? Mən mələklərdən o yardımı istəyirəm. Mələklər də mənə kim göndərib? Mələkləri mənə Allah göndərib də, düzdürmü? Mənim rahat yaşamağım üçün. Yəni bunu fərqinə varmaq lazımdır. Bunları bir-birindən ayırd eləmirik. Və bir deyim var ki, bəzən deyirlər ki, balaca uşaqlar tez bu dünyadan köçəndə mələk olurlar. Yox. Belə bir şey yoxdur. İnsanlar heç vaxt mələk olmurlar, mələk heç vaxt insan olmayıb. Yəni mələk sənin qarşına insan vidində çıxa bilər və yaxud da rəhmətə getmiş nənəvin, babavın, anavın, atavın vidində, oblikında deyirlər də, çıxa bilər ki, səni qorxutmasın. Çünki bəlkə sənin anlayacağın dil oradandır. Bəlkə sən məsəl üçün qarşına qanadlı bir mələk çıxsa, sən ondan qorxarsan, ürpərsən. Amma sən qarşında rəhmətə getmiş qohumuvu görsən, ondan hər hansı bir məlumat alsan, mesaj alsan, sualının cavabını alsan, sən ona daha çox güvənərsən, daha çox inanarsan. Mələklər də elədir ki, sənin güvənəcəyin dildə sənə danışırlar. Yəni onları qorxutmaq kimi, səni həyəcanlandırmaq kimi, səni küstürmək kimi bir niyyətləri yoxdur. Və mələklər çox kövrəkdirlər. Bəli, onlar tez küsürlər. Necə küsürlər? Onlar çəkilirlər bir kənara və onların o qədər egoları yoxdur ki, onlar elə bir sənin ağzının içinə baxırlar. Sənin gözünün içinə baxırlar ki, nə vaxt bu Kəmalə və yaxud da filan kəs mənə müraciət eləyəcək. Yəni onların istəyi ancaq bizə xidmətdir. Onların funksiyaları ancaq bizə xidmətdir.